Herkese salam. DİM 2025 test toplusundan kükürt və onun birləşmələri sulfat turşusu bölməsinə yeni əlavə edilmiş 109-cu sualın izahına baxaq. Şərtdə H2S və N2-dən ibarət olan qaz qarışığı verib və bu qaz qarışığının həcmi 112 litrdir. Qaz qarışığından alınan sulfat turşusunun kütləsi isə 245 qramdır. İlkin qaz qarışığında azotun həcm payını faizlə hesablayın. Demək, ilkin qarışığımız H2S və N2-dir. Və qarışığın həcmi 112 litrdir. Biz bu qarışıqda nə qədər sulfid, nə qədər də, yəni hidrogen sulfid, nə qədər də azot olduğunu bilmirik. Birini X mol yazaq, birini Y mol yazaq. Və qarışığın həcmi 112 litrdir. Daha asan hesablamaq üçün litri də mola çevirək. Mola çevirən zaman litri şərtdə verilən qiymətini 22,4 böləcəyik. Bu da edəcək 5 mol. Yəni ilkin qaz qarışığımız cəmi 5 mol imiş. Biz də bunlardan sulfid turşusundan sulfat turşusunu ala bilərik. Yəni azotdan sulfat turşusunu ala bilməyəcəyimiz üçün yalnız bu reaksiyaya gedəcək. Və kükürdlərin sayı bərabər olduğundan hər hansı bir əmsal yazmırıq. X H2S-dən X H2SO4 alınır. Qaz qarışığından alınan sulfat turşusunun kütləsi 245 qramdır. Demək, 1 mol H2S-dən nə qədər sulfat turşusu alınır? 98. Bəs görək 245 qram sulfat turşusu nə qədər H2S-dən alınır? X. Buradan X bərabər olur 2,5-ə. Daha sonra X-in bu qiymətini gətirib burada yerinə yazaraq Y tapırıq. 2,5 plus Y bərabərdir 5. Y də bərabər olur 2,5-ə. Demək, bizim ilkin qaz qarışığımız 2,5 mol H2S-dən və 2,5 mol N2-dən ibarətdir. İndi bizə ilkin qaz qarışığında N2-nin həcm payını hesablayın deyir. İlkin qaz qarışığımızda 2,5 mol azot var. Ümumi qarışığımız da edir 5. 2,5 də 5-in 50%-ni təşkil edir.